Hər vaxtınız xeyir olsun uşaqlar, necəsiz? Bugün sizlərlə 28 sentyabr tarixində Ellər Akademinin keçirdiyi buraxılış sınaq 1-dən 9-cu sinifin riyaziyyat suallarına baxacağıq. Çox qəşəng cümlə idi. İndi biraz xəstəyəm, səsim pis gələ bilər, üzr istəyirəm. İdarə eləyərsiniz. Baxırıq deməli buraxılış sınaq 1-ə. Sadəcə məndə belə bir problem var. İndidən onu deyim. Məndə rəqəmlər 4 vaid sürüşübdür. Necə sürüşübdür? Mən qələmini seçim. Bu əslində 57-dir. Yəni siz həmişə 4 çıxarsınız sual nömrəsindən. Sizin öz kitabçanızda bu 57-dir. Məndə bir rəqəm sürüşməsi olubdu. Daha onu düzəldə bilmədim. Dedim belə izah edeyim, problem olmaz. İndi 57 ilə başlayır. Bir A-nın neçə natural qiymətində verilmiş ədəd 9-a qalıqsız bölünür. Əgər bir ədəd 9-a qalıqsız bölünürsə, deməli onun rəqəmlərinin cəmi 9-a qalıqsız bölünməlidir. Bunun rəqəmləri 8A, 2, 5A-dır. Onda onun rəqəmlərini toplayıram. 8A, 2, 5A. Davamı nə etmək lazımdır? Bax, rəqəmləri 1 toplayıram. 8, 2, 5 eləyir 15. Burada 2 dənə də A-mız var. A-ları toplayıram 2A. Deməli, bizim rəqəmlərimizin cəmi 15 plus 2A-dır. Bu 9-a tam bölünməlidir. İndi çoxu bundan sonra davamını gətirə bilmir. Sizə onun bir tiyosunu deyim. 15-in üstünə nəsə gəlirəm 9-a bölünməlidir. Nə ola bilər? 15 üstünə nəsə gəlirəm 9-a bölünən 18 ola bilər. Məsələn, bərabər 18. Onda 15-i ataram sağ tərəfə. 2A bərabər 3 qalar. A isə 1,5. Ola bilərmi? Ola bilməz. Çünki A əgər burada üstü xəttin içərisində bir rəqəmdirsə, o 0-dan 9-a qədər tam ədədlər olmalıdır. Hətta A-nın neçə natural qiymət dediyi üçün 0 natural deyil axı. 1-dən 9-a qədər qiymətlər olmalıdır. 1,5 də kəsrli bir qiymət olmamalıdır. Bunu atıram. Bəs müəllim sadəcə bundan yekunlaşırmı? Yox. Heç 9-a bölünən sadəcə 18 deyil ki. 27 də ola bilər. Təbii ki 18-dən sonra gələnməyirəm. Onda 15 atsam sağa 2A bərabər 6, 2A bərabər 12 eləyir. 27-dən 15 çıxaram 12, A bərabər 6 eləyir. 6 ola bilər. Çünki 6 tam bir natural ədəddir və 9-u aşmır. Yəni rəqəmdir. Bu ödəyir. Bəs müəllim bundan bitirmi? Yox. 15 plus 2A, yəni bizim rəqəmlərimiz cəmi 36 da ola bilər. Çünki 36 9-a bölünür axı. 15 atıram sağa 2A bərabər 21, A bərabər olur 21 2-yə böl 10,5. Ola bilməz. Çünki 9-u aşmırdıq. Deməli bundan sonraki qiymətlər 9-u aşır. Mənə maraqlı deyil. Sadəcə 6 ödədir. Neçə qiymətində deyil, 1 qiymətində. Əslində cavab 6-dır. Yəni A-nın 6 qiyməti. Sadəcə sayını soruşun. Neçə dənə A var idi? Deyirəm 1 dənə A var idi. O da 6-dır. İşte belə. 62-ci sualda bizə nisbət verir. X-in Y-ə 6-nın 7. Nə edirsiniz? Birinci gələn birinci, ikinci gələn ikinci. Nisbətlərdə belədir. Yəni X-i 6 vurulsun K şəklində yazıram. Y isə 7 vurulsun K. K gedişidir nisbətlərdə. Birinci gələn birinci, ikinci gələn ikinci olur. İndi bunların əkobun əbabını necə tapırlar, onu sizə izah edeyim. Baxın, əkob 6K və 7K üçün tapıram da, X və Y üçün. Yəni 6K, 7K. Normalda 6 ilə 7-nin əkobu nədir? Bunlar ardıcıldır deyə əkobların hasili 42-dir. Yanlarında K var deyə əkoblar olacaq 42K. Bəs 6 ilə 7-nin əbobu nədir? Əboblar ardıcıldırlar deyə əbobları 1-dir. Amma yanlarında K var deyə 1K yazıram. Yəni ədədlərin əkobunun əbobunu tap. Əgər yanında K varsa K qoy, X varsa X qoy. 82. Bu eləcək 41K bərabər 82. Buradan da K bərabər 2 çıxacaq. K2-dir. İndi X-imiz 6 vur K-dır. Yəni 6 vur 2, 12. Y-imiz 7 vur K-dır. Yəni 7 vur 2, 14. Yəni K-nı yerinə qoydum. X 12, Y 14. Aparın burada soruşulanı da yerinə qoyun. X-in yerinə 12 qoyun, Y-in yerinə 14 qoyun. Bunun da cavabı 40 eləyəcək hesablasaz. B bəndi. 63-də deyir ki, ABC ədədləri 207 ilə mütənasibdir. Şərtdə biraz çatışmazlıq var. Nədir o? ABC ədədləri uyğun olaraq 207 ilə düz mütənasibdir deməli. Mütənasibliyin növləri var və uyğun olaraq deyilməlidir ki, necə olsun? A-ya 2 aid olsun, B-yə 3, C-yə 7. Yəni bayaq sualda kimi. Əslində bu şərt nəyə bənzəyir? Elə buna bənzəyir. A böl B böl C 2, 3, 7. Bax buna bənzəyir. Yuxarıdakı suallar əslində birə-bir eynidir demək olar. Oxşuyurlar. İndi baxın. A 2 olacaq, B 3 olacaq, C 7 olacaq. Ona K misli ilə yazıram da. Yəni A bərabər 2 vurulsun K olar. B bərabər 3 vurulsun K olar. C də bərabər 7 vurulsun K. Belə bir şey. Yəni bizə deyir ki, C kvadrat çıx B kvadrat 120-dir. C özü 7K-dırsa, C-nin kvadratı nə olmalıdır? Hər ikisi kvadratı yüksəlməlidir. 49 K-nın kvadratı. Bax, həm 7-nin kvadratı yüksəldirəm, həm K-nın. Bəs B-nin kvadratı nə olar? 9K kvadrat olar. 9K kvadrat. 120. Burada görürsən ki, 40 dənə K kvadratı qalır. 49-dan 9-unu çıxırsın. 40 dənə K kvadratı 120. 120-ni 40-a böləndə K kvadrat nə olur? 3. Gəlib K-nı tapmağa ehtiyac yoxdur. Soruşmursun ki, səndən K-nı. Deyir ki, A kvadrat üstə gəl B kvadratını tap. A-mız 2K-dır. Kvadratı 4K kvadratıdır. B-miz 3K-dır. Kvadratı 9K kvadratıdır.
Çünki kvartı yüksəldəndə həm rəqəmi, həm k-nı kvartı yüksəldir. Cavab edir 13 dənə k kvadrat. K kvartı 3'dür. Gətirib yerinə qoy. Yəni 13'ü çevir. Cavab nə olacaq? 39 olacaq Y bəndi. Çünki k kvadratı belə deyim də 3'dür. Yuxarıda tapmışam. Burada yerinə 3 qoyuram, 13 vurur olur. Qutardı. Sadəcə şərtdə buna diqqət etmək lazımdır. ABC ədədləri uyğun olaraq 207 ilə düz mütənasibdir. Bu şərtə gəlib çıxır. 64-də deyir ki, bir ədədin 50%, digərinin 70%-nə bərabərdir. Birinci ədədimiz A olsun, digəri isə B olsun. Onda belə yazıram. A-nın 50%, yəni %50-si bərabərdir B-nin 70%-nə, yəni %70-nə. Məxrəclərdə yüzləri aparıram. Hər ikisində 100 var. Apardım 7. Sıfırları da aparıram. Hər ikisində 0 var. Belə bir nəticə gəldi. A vur 5 bərabər B vur 7. K gedişidir. Yenə K gedişidir. A7 B5 olur. Təbii ki, K-sı ilə. A7K B ilə 5K. Bizə deyir, bunların fərqi 60-dır. Fərq nə deməkdir? Böyükdən kiçik çıxmaq deməkdir. 7K-dan 5K-nı çıxıram. Hətta yazaq 7K çıxılsın 5K. 60-dır. Onda deyərəm ki, 2K bərabər 60-dır. K nədir? 30'dur. Onların cəmini tapın deyir. K 30'sa gətirin yerinə qoyun. Məsələn, A-mız 7 vur 30 210'dur. B-miz 5 vur 30 150'dir. K-nın yerinə 30'ları qoydum. Biri 210, biri 150. Cəmlərini soruşur 360 toplayarsınız. 65'də deyir ki, x natural ədədinin 4-ə bölünməsinin alınan qalıq 2'dir. Yəni, x-in 4-ə böləndə onun qalığı 2'dir. Bəs deyir x kvadrat üstə gəl 5x-i 4-ə bölsəm qalıq nə olar? Əgər belə bir şey soruşulursa sizdən, yəni deyir məsələn 4-ə bölməsinin alınan qalığı tapın. Belə bir qaydam var mənim hər zaman deyirəm. Silin yerinə qalığını yazın ədədləri. Məsələn x-in öz qalığı 2-dir, düzdür? X-in 4-ə böləndə qalığı 2-dir. Aparın x-ları silin yerinə 2 yazın. X-ları silin yerinə 2 yazın. Belə olur. 2-nin kvadratı üstə gəl 5 vur 2. Burada elə ki x-in yerinə 2 qoydum, qalığını qoydum. Cavab nə olur burada? 2-nin kvadratı 4, 5 vur 10. Cavab edir 14. Sən bunu soruşulmuş da. 14'ü 4'ə böləndə qalıq nədir? 14 4'ə böləndə 3 dəfə düşür, qalıq 2 olur. Deməli cavab qalıq 2 olacaq. C bəndi. Bir də onu deyim, qalıq zaten 5 ola bilməz. Yeni atardınız. Qalıq 4'dən böyük, 4'ə bərabər və ya böyük ola bilməz. 4'dən kiçik olmalı. Yəni nə etdim? X-in 4'ə böləndə olan qalığı 2-dirsə, aparıb x-in yerinə 2 qoydum. Bu qədər sadə. 66. Yenə deyirəm, bu rəqəmlər mənə 4% sürüşür. Bu əslində 62-dir sizin testdə. X-in neçə natural qiyməti düzgün olmayandır. Düzgün olmayan nədir? Düzgün olmayan nədir? Sürəti böyük bərabər olsun məxrəcdən. Onu düzgün olmayan olur. Sürətimiz x plus 6 böyük bərabər olmalıdır məxrəcimizdən. Yazdım. X-i bura atıram, bir dənə x qalır. Mənfi 3'ü bura atıram, müsbət 3 olur, 9 olur. 6 ilə 3 toplanır. Yəni x 9'da kiçik ya da bərabərdir. Natural dediyi üçün 9'dan kiçik ya da bərabər, 1'dən yazaram 9'a qədər. Elə bunların hamısı 9'dan kiçikdir ya da bərabərdir. Düzdürmü? Amma burada bir şərtimiz var. Düzgün olan və ya düzgün olmayan kəsirlərin sürəti də məxrəcə də müsbət ədədlər olmalıdır. Amma burada mən diqqət edirəm, məxrəcə çıxma var. Hansısa bir rəqəmi yerinə qoysam bu mənfi olarmı? Çünki mənfi olsa düzgün kəsir olmaz. Ya da düzgün olmayan, ümumiyyətlə heç bir olmaz. Adi kəsir olmaz belə deyim. X-in yerinə gəlib biz 1 qoysaq, ki 1 cavabı bizdə var idi. 1 qoysaq belə olur. 7 bölünsün 2 çıx 3 mənfi 1. X-in yerinə 1 qoysaq belə bir şey alır. Mənfi olmaz. Düzgün olan və ya olmayan. Adi kəsirlər mənfi olmamalıdır. Ona görə x-in 1 qiymətini atırıq, götürmürük. Bəs x-in yerinə 2 qoysaq, burada 2 vur 2, 4 çıx 3 1 eləyəcək. 1 yuxarı 8, bu ödəyəcək. Çünki yuxarıda aşağıda müsbət. Yəni sürət də məxrəcdə müsbət olmalıdır. Əgər çıxma görürsünüzsə, ikisindən birində sürətdə ya da məxrəcdə, aparın qiymətləri yoxlayın. Deməli 1 ödəmədi. 2-dən 9'a qədər qiymətlər ödəyir. Neçə natural qiymətində deyir? 2-dən 9'a qədər neçə ədəd var? 9'dan 2-ni çıxın, üzərinə 1 gəlin. Eləyəcək 8. Əslində çoxu dedi ki, kifayət 8-dir. Niyə 1-in artıq 8 qaldı? Mən niyə bunu deyirəm? Məsələn, sizə soruşar, 5-dən 26'ya qədər neçə ədəd var? 26'dan 5 çıxıb üzərinə 1 gələrsən, sayı verər. O sayı düsturunu demək üçün dedim. 67. 17 nəfər şagird olan sinifə 2 qız və 2 oğlan gələrsə, qızların sayı oğlanların sayının yarısına bərabər olur. Gəlin düşünək. 17 nəfər şagird var. 2 qız 2 oğlan gəlir. 2 qız 2 oğlan gəlir. Tamam mı? Yəni ümumi sinifə 2 qız gəlir, bir də sinifə 2 oğlan gəlir. Onda sinifdə option nə qədər adam olur? Ümumilikdə 21 nəfər olur sinifdə. Sinif hal-hazırda 21 nəfərdən ibarətdir. İndi deyir ki, qızların sayı oğlanların sayının yarısına bərabərdir. Onda belə deyə bilərəmmi? Qızlar bərabərdir oğlanların yarısına. Oğlanlar bölünsün ki. Bunu 2'ni çarpaz vursam bura. Deyə bilərəmmi? Qızların sayını 2'yə vuranda oğlanların sayı əmələ gəlir.
Belə bir şərt deyə bilərəm. Oğlanlar qızlardan 2 dəfə çoxdur da. Oğlanlar bərabər 2 dənə qıza. Mən bilirəm ki, sinifin sayı nəyə bərabərdir? Oğlanlarla qızların cəmi sinifin sayını 21 nəfər verir. Oğlanlar qızlardan 2 dəfə çoxdur. Yəni, oğlanların yenə 2 dənə qız yaza bilərəm. Yazıram 2 dənə qız. Üstə gəl bir də qızların sayı 21. Bax, burada 2 dənə qız var. Burada 1 dənə qız var. 3 dənə qızların sayı bərabər 21. Ona qızların sayı 7-dir. Amma biz ən axıra baxdıq da, yəni 2 nəfərlər gəldi, 2 nəfərlər gəldi, sonra qızlar 7 oldu. Qızlar 7-dirsə, oğlanlar isə 14-dür. Çünki qızlar yeni 7 qoyanda 2 vur 7, oğlanlar 14. Amma bu ən son belə idi. Yəni 2 nəfər qız, 2 nəfər oğlan gəldi, 21 nəfər oldu. Sonra belə oldu. Biz əvvəli soruşur. İndi 2 nəfər gəlib oğlanlar 14 oldu. 2-ni çıx, əvvəl 12 oğlan var imiş. 2 nəfər gəlib qızlar 7 oldu. 2-ni çıx, qızlar əvvəl 5 nəfər imiş. Bizdən əvvəlki oğlanları soruşur, əvvəlki oğlanlar 12 dənədir. Amma qızlar da soruşa bilərdi. Yəni bizim tapdığımız cavablar sonradan əmələ gələnlərdir. Niyə? Çünki 17 nəfər var idi, 2-2 gəldi. 21 oldu. Bax bu sonradan söhbət gedir. Mənim aldığım cavablar sonrakı cavablardır. Əvvələ qayıtmaq istəyirəmsə 2 nəfər qız gəlib çıxmalıyam, 2 nəfər oğlan gəlib çıxmalıyam. Bunu bilmək lazım idi. 68-də deyir ki, yəni 4 çıxın 64 desin testdə bu. Yolun 7-də 2-sini gələndən sonra 20 km getməli idim ki, 3-də 1-in getmiş oldum. Yola x deyək. Deyir ki, yolun 7-də 2-si, yəni x-in 7-də 2-sini gələndən sonra 20 km-də üstündə gedirəm. Və bu nəyə bərabər olur? Yolun 3-də 1-in getmiş oluram. Yəni x yol olsun, x-in 3-də 1. Sizə bir rahat yol deyə bilərəm. 2 cür bunu həll edəcəm. Birincisi nədir? Bunu göndərək bura. Olacaq necə? 20 burada qalacaq. X vur 3-də 1, çıxılsın x vur 7-də 2. Yəni 3-də 1-dən 7-də 2 çıxmalısınız. Ortaq məxrəc gətirərsiniz. X orada ortaq çıxardım hətta ikisindən. Ortaq məxrəc gətirərsiniz. Birinci 21-də 7 eləyəcək. 3-də 1 7-yə vururam. Digərində 3-ə vururam hər tərəfinə. 21-də 6. Yəni belə eləyəcək. 20 bərabər x-in 21-də 1-i. Niyə? Çünki 21-də 7-dən 21-də 6 çıxanda 20-də 1 qalır. Bunu da çarpaz vuranda x nəyə bərabər olacaq? 420-yə. Bütün yolun uzunluğunu istəyir, 420 deyə bilərik. Belə yazmaq olar. Amma mən kəsrləri sevmirəm. Mən bu cür suallar yazım, nə edirəm? Sizə onu deyim. Bəlkə lazım olar açansa. Bəlkə. Yolun 7-də 2-si də var, 3-də 1-i də var. Yola elə bir şey deyirəm ki, həm 7-yə bölünsün, həm 3-ə bölünsün məxrəclərə. Yola deyirəm mən ümumi 21k. Yolun 7-də 2-si nə edir? 21k-nın 7-də 2-sini tap. 21-i 7-yə böl 3, 6-ya 2-yə vur 6k. Yolun 3-də 1 nə deməkdir? 21k-nın 3-də 1-ini tap. 3-də 1-ini tap. 7k edir. Bax, şərti belə qoyuram. Yol ümumi 21k-dır. 6k-nı gedəndən sonra 1-20 km-də getdi, gəldi 7k-sına çatdı. Çünki 6k 7-də 2-sidir, 7k 3-də 1-dir. Buradan k çıxır 20. Yol ümumi 21k-dır. 21-i 20-yə vuram, 420. Eyni cavab gəlir. Amma məxrəc olmur burada qətlən. Yəni baxıram məxrəcdə 7 var, 3 var. Elə bir qiymət verirəm ki, 7-yə 3-ə bölünsün, 21k deyirəm. Kimi belə yazmaq olur. Tənasübün kənar ədlərinin hasili 36, orta ədlərinin biri 12. Yenə tənasüb yazaq. A böl B bərabər C böl D. Tənasübün kənar ədlərinin hasili, yəni A vur D 36-dır. Biz də bilirik ki, tənasübdə kənarların hasili elə ortaların hasilinə bərabərdir. Kənarların hasilini 36 verib. Bunun yerinə 36 verib. Ortalardan birini 12 verib. Məsələn, B-ni 12 verib, C-ni soruşur. C nə olar? 36-nı 12-yə bölün 3 olar. Deməli, ortalardan biri 12-dir, digəri də 3-dür. Bizə ortaların cəmini istəyir. 12 və 3-ün cəmi 15 eləyəcək. Suala deyir ki, düzbucağın uzunluğunu artırdım, enini azaltdım, sahə necə dəyişər? Bu tip suallarda mən düzbucağın eninə də uzunluğuna da 10 deyirəm. Öz yolumdur. Onda sahə nə olur? 10 vurulsun 10, 100. Deyə bilərsiniz, müəllim 10 deyəndə bu kvadrat olmur ki, 10-dan 10. Kvadrat özü də düzbucağın bir növüdür. Deyir ki, uzunluğu 20 artırdım, enini 20 azaltdım. Burada hər 10% 1 deməkdir. Məsələn, 20% 2 deməkdir, 20% 2 deməkdir. Demək istəyir ki, uzunluğunu 2 artırdım. 10 idi oldu 12. Enini 2 azaltdım. 10 idi oldu 8. Birini 2 artırdım, birini 2 azaltdım. İndi sahə nə olacaq? 12 vur 8, 96. Nə qədər düşdü? 4. Deməli 4% azalır. Yebəndə. Buna AB deyib də işləmək olur. Mən hər zaman bu yolla yazıram. Daha sadə gəlir mənə. 2 ədədin hasili 180, ortaq olmayan sadə ədədlərin hasili, yəni C-miz isə 20. Əbobu tapın deyil. Əbobun bir düsturu var uşaqlar. O nədir? Kök altında AB bölünsün C. AB ədədlərin hasilidir. 180 verilib. C isə nədir? Ortaq olmayanların hasilidir. O da 20-dir. 180 20 bölən 9 eləyir. Kök altında 9-dan 3 çıxır. Deməli cavabımız nədir? 3-ə bərabərdir. Bir düstur idi, yəni bir şey yox idi.
Kəsrin sürətini 3 dəfə artırsam, məxrəci 2 dəfə azaltsam, kəsrin qiyməti necə dəyişir? Məsələn, A bölü B kəsrimiz olsun. İndi deyək, kəsrin sürətini 3 dəfə artırıram. A-nı 3 dəfə artırır. Kəsrin məxrəci 2 dəfə azaldır. Məxrəci 2 dəfə azaldır. Yadda saxlayın ki, kəsrin sürəti ilə biz hər zaman düz asılı oluruq. Məxrəci ilə tərs olur. Necə? Yəni sürət 3 dəfə artırsa, biz də 3-ə vururuq, 3 dəfə artırıq. Amma əgər məxrəc 2 dəfə azaldısa, biz məxrəclə tərsiyik. Məxrəc 2 dəfə azaldısa, biz əksinə yenə 2 dəfə artırıq. 2-yə vuruluruq. Yekunda 6 dəfə artmış oluruq. Yəni A bəndi. Sadəcə bunu bilin. Məxrəcə nə olsa bizə tərsi olur. Yəni azalsa artırıq, artsa azalırıq. Sürətdə isə düpbədüz. Artsa artırıq, azalsa azalır. Ona nə olsa bizə deyinisi olur. Məntiq budur. 73-cü sual. Bunu necə yazacağam? Fərqli bir yolla yazacağam. 0,1444 bu belə gedir. Bunlar cəmlidir. Digər ifadə isə dövrdə 3 deməkdir. Yəni mötərizə dövr demək. Bunu deməkdir. 3 orada dövrə gedir. Belə. Mən bunları toplasam 0,3 ilə 1 4 edir. 4 ilə 3 7, 4 ilə 3 7, 4 ilə 3 7, 7 belə gedir. Bu necə ifadə eləmək olar? 0,4 7 dövr edir deyə dövrdə 7. Bu da hansı cavabdır? C-bənidir. Bunu kəsrə çevirib yazanlar da var. Necə məsələn? Birinci 0,1 dövr 4-dür, digəri 0 dövr 3-dür. Bunu gedib məsələn kəsrə çevirənlər var. Kəsrə çevirəndə necə edirlər? Bir dənə mötərizə var 9, bir dənə mötərizəsi var 0, 14-dən 1 çıxırlar 13 və 9-da 3 deməkdir. Bunları toplayır, sonra yenə bizdən onluq kəsilmək istəyir, çevirir. Uzun gedir elə. Belə yazmaq daha yaxşıdır. Deyir ki, A B-nin 10-6 hissəsidir. A bərabərdir B-nin 10-6-sına. Belə yazıram. B isə C-nin 10-2-sidir. B də bərabərdir C-nin 10-2-sidir. İndi nə edəcəm? Baxın, 2 dənə yerdə B görürəm, düzdür? Həm burada, həm burada. B nəyə bərabərdir burada? C-nin 10-2-si. Aparım onda burada B-nin yerinə nə yazıram? C-nin 10-2-si yazıram. Olur A bərabər. Bax, B-nin yerinə yazıram C-nin 10-2-si. Bir də 10-6 var idi axı bunun davamında. Belə bir şey almış olur. İndi belə eləyək. A bərabər olur nəyə? C vurulsun. 10-u 10-a vuranda 100. 2-ni 6-ya vuranda 12. Onda mən deyə bilərəmmi ki, A C-nin %12-sidir. A bərabərdir C-nin %12-sinə. Deyə bilərəm. Yəni, mən əgər burada C-ni 100 götürsəm, məsələn, nümunə üçün deyirəm, C-ni 100 götürsəm, 100-lər gedər, A neçə qalır? 12. C 100-sə A-nın %12-si, yəni 12-sidir. Aparım yerinə qoyuram. C-nin yerinə 100 qoyuram, A-nın yerinə 12. Burada C-nin yerinə 100 qoyuram, A-nın yerinə 12. Aşağıda 112, yuxarıda 88 eləyir. Bunları deməli 8 aparmaq olarmı? Olar. Yuxarıda 11 qalar. Aşağıda nə qalar? 8 aparsam 14 qalar. Səhv eləmirəmsə. 14-də 11 D bəndi. Başqa cür yollar da var. Ən rahat gələnlə sizə deməyə çalışıram. Kitabın üstdəkisi oxunandan sonra 12 oxunmamış səhifə qaldı. Kitab özü bir tamdır. Əgər 3-də 2-si oxunubsa, deməli 3-də 1 oxunmayıb. 3-də 1 oxunmayıb. Burada qeyd edirəm. Deyir 12-si oxunmayıbdır. Kitabın ümumi səhifələrinin sayı nə olsun? X olsun. Bunun 3-də 1-i oxunmayıbdır və oxunmayanları 12 verib bizə. 3-ü çarpazdan vursam X nə olar? 36. 3 12 vurun. Deməli kitabın neçə səhifəsi var? 36 səhifəsi var. Bitdi. Gəlirəm bu tərəfə. Kvartın tərəfini 20% artırsam sahəsi necə dəyişir? Bu tip suallarda da yenə də mən kvartın tərəfinə 10 deyirəm. Niyə? Sahə olur 10 vurulsun 10. Yəni 100. Əgər tərəfi 20% artırsa, hər 10% 1 deməkdir. Yəni 20% 2 deməkdir. Tərəfləri deməli 2 artırır. Olur 12 12. Kvartın tərəfi artırır 12 eləyir. İndi sahəsi eləyir 12 vurulsun 12. Yəni 144. Nə qədər artdı? 44. Cavab 44%. Asif pulunun 20%-ni səfərə versə, onların pulu bərabər olar. İndi bax belə eləyək. Asifin pulu A olsun, səfərin pulu S olsun. Asif pulunun %20-sini səfərə versin, nə qədər qalır? Asifdə özü 100% daxil. 20%-ni səfərə versin, deməli Asifdə 80% qalır. Asifdə qalan pul A vurulsun 180-dir. Bəs səfərdə nə qədər pul olacaq? Səfərin özündə S qədər pul var idi, səfərin özünkü qədər. Amma Arif pulunun 20%-ni buna verdi axı. Hələ bunda artdı. Arifin pulunun %20-si də buna gəldi. Yəni ki, Arifdə qaldı özünün %80-i, səfərdə öz əvvəlki pulu var idi, bir də Arifin %20-sini götür. Və bunlar bərabər oldular. Ona görə bərabərləşdi. İndi nə edirəm? Arifin %20-sini atıram bura. 80-dən 20 çıxırsan, belə bir şey alın. Arifin %60-ı bərabər səfər. Çünki 120-ni attım bura. Yəni bu o deməkdir ki, səfər Arifin %60-ıdır. Bir səfər Arifin neçə faizidir? %60 elə 60% deməkdir.
Yəni səfər Arifin 60%-dir. Həqiqətən gəlin yoxlayaq. Arifdə 100 manat olsa, səfərdə 60 manat olmalıdır. 60% deyək. Arif 20-sini verib buna, buna da 80 olub, buna da 80 olub. Bərabər olub həqiqətən. Gördünüzmü? Deməli 60%, yəni %60-dır. Buradan görsənir. 78-də deyək ki, qutuda ağ və qara rəngli toplar var. Ağ rəngli topların sayı bütün topların sayından 1/4-dən 14 ədəd çoxdur. Əgər qutuda 10 ədəd qara rəngli top varsa, bütün topların sayını tapın. Baxın, indi qutuda ümumi x qədər top olsun. Ağ rəngli toplar nəyə bərabərdir? Ağlar. Deyir, bütün topların 1/4-dən 14 dənə çoxdur. Bütün toplar x-dir. 4/1 vur x-dir. 14 ədəd çox, yəni plus 14. Bu ağ rənglərdir. Ağ rəngləri başqa cür necə ifadə edə bilərəm? Qutuda 10 dənə qara var. Onda yerdə qalanlar ağ olmalı deyil. Qutuda ümumi x dənə top var. 10 dənəsi qaradır. Mən qaraları çıxsam ağlar qalmaz yerdə. Tutaq ki, qutuda 25 top var. Misal üçün deyirəm, nümunə. Onu qaradırsa sən deyəcəksən ki, 15 ağdır. Belə bir şeydir də. X ümumidir, onu qarada çıxıram. Yəni bu da ağ rəngləri verir, bu da ağ rəngləri verir. Bunlar bir-birinə bərabərdir. İndi nə edirəm? Onu atıram bura, 24 olur. X-in 4/1-ni atıram bura. X-in özündən 4/1-ni çıxsam 4/3 qalır. 4/3. Çarpaz vururam. Çarpaz vururam. 4-ü vururam 24-ə. Deməli 4-ü vururam 24-ə. Neçə eləyir? 96. Bərabər x vur 3. Burada x vur 3 qalmışdı. X nə olmuş olacaq? 32. Bütün topların sayını tapın 32. Bu qədər sadə. Gördünüzmü? Sadəcə nə etdim? Dedim ki, ağ rəngli toplar bütün hamısının 4/1-dən 14 ədəd çoxdur və ya ağ rəngli toplar nədir? Ümumidən qaraları çıxsam ağlar verir. İkisi də ağlar deyə bir-birinə bərabərlədir. 79-cu sual. Biraz maraqlı və fərqli bir sualdır. Nə edəcəm? Yuxarıdakı n kvadrat və n-dən n-i ortaq çıxardıram. Birincidə bir dənə n qalır. Digərinin heç nə qalmır deyə 1 yazıram. Üstə gəl 8 bölünsün n plus 1. Nə edəcəyik? Bax, bu ifadəni bir dəfə məxrəcə böləcəm, bir də 8-i məxrəcə böləcəm. Yəni belə edirəm. n vur n plus 1 bölü n plus 1. Bir dəfə də 8-i bölürəm. Məxrəcə n plus 1. Burada n plus 1-lər gedir. Qalır bir dənə n. Digərində qalır 8 bölünsün n plus 1. Belə bir ifadə. N-in nesi natural qiymətində? Bu ifadənin qiyməti də naturaldır. Onda belə çıxır ki, 8 n plus 1-ə tam bölünməlidir. 8 n plus 1-ə tam bölünməlidir. 8 nələrə tam bölünür? 1-ə, 2-ə, 4-ə, 8-ə. Natural dediyi üçün bu qiymətlərdir. Amma diqqət. N plus 1 bu qiymətləri alır. Düzdür? N plus 1 o qiymətləri alır. Mən bir-bir yoxlasam, məsələn, n plus 1 1 olsa, n 0 çıxır. 0 natural deyil, ödəməyəcək. N plus 1-ə mən sonra 2 desəm, n 1 çıxır, yaxşı ödəyəcək. N plus 1-ə 4 desəm, n 3 çıxır, bu da ödəyəcək. N plus 1-ə 8 desəm, n 7 olacaq, bu da ödəyəcək. Amma n plus 1-ə 1 desəydim, yəni buna opşi 1 demək istəsəydim, n-ə 0 qalacaqdı. O da ödəməyəcəkdi. Deməli, 1 qiymətini götürmürəm. 1 qiymətini qoysam, n 0 çıxacaq. N natural olmalıdır axı. 0 natural deyil. Deməli, 3 dənə qiymətində. Cavab olacaq 3 dənə qiymətində. 80, əslində kitabçada 76-dır, yeniləm. 4 dənə məndə sürüşmə var. Əbob 2n kvadrat, 4n 2n kvadrat, 6n 14-ə bərabərdir. Nə edirsiniz belə suallarda? Çətin deyirlər. Bax, həm bunda, həm bunda, həm bunda, həm bunda. 4-ündə də olan bir şey çıxarmalısın. Hamısında 2 var. 2-ni çıxarıram. Hamısında n var. N-ni çıxardıram. Nə qalır içəridə? Bax, içəridə nə qalır? Əbob 2n kvadratından 2n çıxana bir dənə n qalır. 4n-dən 2n çıxana bir dənə 2 qalır. Sonra digər yenə n, 6n-dən 2n çıxardığında 3 qalır. n plus 2, n plus 3 bərabər 14. n plus 2 ilə n plus 3 ardıcıdırlar. Niyə? N plus 2-dən sonra n plus 3 gəldi. Sən n-ə 5 ver, məsələn, 7, 8. Həmişə ardıcıdırlar. Ardıcıların nə? Bu 1-dir. Onda bu 1-ə bərabərdir. Yaza bilərəmmi 2n bərabər 14? Onda n bərabər 7. 7 çıxır. Aparırsan burada soruşulanda n-in yerinə 7 qoyursan. Olur necə bir şey? 7-ni yazıram. 7-nin kvadratı 49 plus 7. Bir də yenə 7-nin kvadratı 49 plus 7 vur 5. 35. Bunu istəyir bizdən. Deməli, əkob 49 ilə 7-ci cəmi 56. 49 ilə 35-ci cəmi neçə eləyir? 84 mi eləyir? Səhvlərimiz 84 eləyir. İndi, burada nə edəcəm? Əkobu tapmağın çox yolları var. İstəyən gəlib o xət çəkər, belə 2 dənə xət çəkər, oradan ortaqları seçər və s. və s. Mən nə edəcəm? 7-ni ortaq çıxardacam. 7-yə ikisi bölünür. Birində qalacaq 8, o birində 12. Hətta bunlardan yenə ortaq çıxır. 8 ilə 12-dən 4 ortaq çıxır. Bu dəfə 4-ü ortaq çıxardacam. Qalacaq 2 ilə 3. 2 ilə 3-ün əkobu neçədir? 6-dır bunların hasili.
7 vur 4 vur 6 da cavabımızdır. 7'nin 4'ə vuranda 28. 28'i 6'ya vuranda nə edəcək? 120 plus 48. 168'də cavabımız olacaq. İstəyən yenə deyirəm, o xəttləri çəkər, sonra hesablayar. Ya da birbaşa bu ikisindən 28'i ortaq çıxarmaq olarmış. 1 28 vur 2 deməkdir, 1 28 vur 3 deməkdir. Oradan da yenə əkop cavabı çıxacaqdır. Bura gələndə 1 plus 7'lərin 3'ə bölünməsindən alınan qalıq tapın. Ayrı-ayrıca 3'ə bölək, qalıqlarını yeni yazaq. Məsələn 3472. 3472 3'ə böləndə qalıq nədir? 3'ə bölünmə əlaməti rəqəmlərin cəmi bölünməsi deyil. Bunun rəqəmlərini cəmlə 7, 14, 16. Bunun rəqəmlərin cəmi 16-dır. 16'nı 3'ə böləndə qalıq 1'dir deyə 1 qalıq qalır. Bunun da elə qalığı 1'dir. Silirəm, yenə 1 yazırım. Sonra var orada 5276. Bu rəqəmlərin cəmlə 5 plus 7 plus 7 14 plus 6 20. 20'ni 3'ə böləndə qalıq 2'dir deyə bunu sil, elə bu ədədin də qalıq 2'dir. Onun sual belə olur. 1 vur 2, bunun kubu üstə gəl 7. Bunu 3'ə bölsəz qalıq nə olar? Bunu soruşurmuş. 1 vur 2 2'dir. 2'nin kubu 8'dir. 8 plus 7 deyir 15. 15 3'ə böləndə qalıq varmı? Yoxdur. Deməli cavab 0. Yəni qalıq 0 da ola bilər. Mütləq deyil ki, qalıq bir ədəd alınsın. 3'ə böləndə alınan qalıqlar 0, 1 ya da 2 olmalıdır zaten. Sual bilmirsən, atsan yəni 0, 1, 2 atmalısın. Cavab təbii ki 0 idi orada. Ətraflara gəlirik. 82 deyir. Uzunluğu 30, eni 12 olan düzbucaqlılardan ən az neçə dənəsi bir araya gəlsə kvadrat əldə etmək olar. İndi baxın. Belə bir kərpic olsun. 12'nin 30'a. Bunları evdə belə düzürlər də indi. Aşağıya, enə, uzunluğa belə düzürlər və bir kvadrat əmələ gətirmək istəyirlər. Yəni bu tərəfə doğru düzəcəklər 12 12'yi. Məsələn 12 12 nə qədərsə. Nə qədərsə. Məsələn 30 da bu tərəfə doğru nə qədərsə düzəcəklər belə. Bunları birləşdirəcəklər. Nümunə üçün birini seçdim. Burada belə birləşdirəcək. Bu sonda kvadrat olmalıdır. Sonda alınacaq kvadratın bilmirəm nə olsun. Məsələn x-dir. Düzdürmü? Amma biz bunu nələrdən düzəldirik? 12'nin 30 olan kərpiclərdən düzəldirik. Düzdür? Məsələn bu tərəflər ancaq 12 12 olur. 12 12. Bu tərəflər də ancaq nə olur? 30 30 30 olur. Yəni x elə bir qiymət olmalıdır ki, həm 12'yə tam bölünsün, bu tərəfdən baxanda 12'nin misilləridir. Həm də 30'a tam bölünsün, bu tərəfdən baxanda 30'un misilləridir. Yəni x ən kiçik qiyməti nədir? Əkobdur. 12 və 30'un əkobdur. Bunların hər ikisindən 6'nı ortaq çıxartmaq olur. Qalır içəridə 2 ilə 5. 2 ilə 5. 2 ilə 5'in ortağı yoxdur deyə əkobları 10'dur. 6'nın ona vurunda cavab 60. Bu bizə nəyi göstərir? X. Yəni kvadratın tərəfi. Deməli kvadratın tərəfi nə olmalıdır? 60'ın 60 olmalıdır. İndi 60'ı 12'yə böl. Neçə dənə 12'lik lazımdır? 5 dənə lazımdır. Deməli 1 2 3 4 5. 1 2 3 4 5. 5 dənəli belə düzürsən, bəs 60'ı 30'a böl, neçə dənə 30'luq lazımdır? 2 dənə. Buranı da belə ortadan böldüm. Bax, deməli şəklimiz belə olacaq. Mən biraz yaxşı çəkmirəm, siz başa düşərsiniz. Bax, burada 12 12 12 12 5 dənə bundan var. 30 32 dənə bundan var. Həqiqətən 60'ın 60'a verdi, kvadratı verdi. Neçə dənə lazım oldu? 5'i burada, 2'si burada. 5 vur 2 10 dənə lazım oldu. Bax, 5'in 2'yə 10 dənə lazım oldu. Ətraflı sualdır, yəni təbii ki biraz həlli uzun olmalıdır. Və sizə bir dənə qısa yol deyim. Hardan belə əkop yoxsa əbəb tapırıq deyə. İndi baxın, biz bir kvadrat düzəldirik. Bu kiçik 30'un 12 olan parçalardan. Böyük x axtarırıqsa əkop tapmalıyıq. Çünki böyük tərəf axtarsa əkop daha böyük bir cavabdır. Onu axtarır. Onu tapmalıyıq. Belə bir şey də deyə bilərdi sizə. Məsələn, tərəflər 24'ün 30'adır. Misal üçün deyirəm. Bura neçə dənə kafe yerləşdirmək lazımdır? Kvadrat formalı. Yəni kiçik istəyərdi sizdən. Kiçik istəyərdi. O zaman əbəb tapardınız. Yəni əgər sizdən kiçik cavab istə əbəb tapın, böyük cavab istə əkop tapın. Elə həll edə bilərsiniz. 83'də deyir ki, aşağıda verilən cədvəldə 2106 markalı maşının 4 ehtiyat hissəsi onların sayı verilmişdir. Dairəvi diaqram qurulur. Bizə deyir ki, yağ filtrini ifadə edən sektorun dərəcəsini tapın. Uşaqlar, bu sual, dairəvi diaqram sualı üçün bir dənə qaydamız var. Nədir? Ümumi hər zaman 360 dərəcədir. Niyə? Çünki dairə 360 dərəcədir. Ümumi bütöv dairədir. Soruşulan məsələn yağ filtridir. Yağ filtri nə deyəcəm? 1x dərəcə. Tənasüb əldə edəcəm. Bu sualın şablon həlli budur. İndi gəlin toplayaq ümumi sayıları hamısını. 5, 3, 6, 4, 18 edir. Ümumi 18 dənə detalımız var. Bu ümumi 18 detal 360 dərəcəni göstərir dairədə. Bizdən soruşulan yağ filtri 4 dənədir deyə. 4'də isə x dərəcə yazıram. Tənasüb. Tənasüb əldə etmək yəqin ki hamımız bilirik. Nə edəcəyik? Çarpaz vuracağıq. Yəni necə? 360 vurulsun 4
bərabər 18 vurulsun x. 360'ı 18'e böləndə 20 dəfə düşür. X nəyə bərabər olur? 4 vur 20, 80. Yəni cavab 80 dərəcədir. Cavab 80 dərəcədir. Niyə belə öz-özünə öldü bu? Özvə gəl, ölmə. Kam terim də mənə kimi xəstələnib. Sökür. Hə, x 80 olmalıdır. Bunun başqa bir yolu da var. Nədir? Hər zaman uşaqlara deyirəm, baxın. Tənasübü həmişə çarpaz vurmağa qaçmayın. Bura görürəm ki, 18 nəyə vursan 36 eləyər. 18 eləyib ki, 20-yə vurub da. 18-i 2-yə vuranda 36 eləyir. 18-i 20-yə vurub 360 alıb. Deməli 4-ü 20-yə vuracaq. 80 cavabını alacaq. Yəni x-i buradan birbaşa 80 tapa bilərsən. Mütləq deyil çarpaz vurasın. 84. Rəfdə olan kimya kitablarını 40% artırsam, fizikaları 40% azaltsam, bunların sayı bərabər olar. İndi bax, kimya kitabları 2 olsun, fizika kitabları f olsun. Kimyanı 40% artırsam, hər şeyin başlanğıcı 100'dür. 40 artırsam 140% olacaq. Yəni %140. Fizikanı isə 40% azaltsam, hər şeyin başlanğıcı 100'dür axı. Fizikanı 40 azaltsam 60% qalacaq. %60. Bunlar bərabərdir, bərabərləşdim. 100'ləri atıram, sıfırları atıram. Belə bir şey olur. K vurulsun 14, bərabər F vurulsun 6. 2'ye ixtisar aparıram. K vurulsun 7, bərabər F vurulsun 3. 2'ye böldüm, nə elə bil ki. İndi yenə K gedişimiz var bizim burada. Deməli, kimyalar 3K olacaq. 3x deyək də, indi K var orada. Fizikalarda 7x olacaq. Fizikalarda 7x olacaq. İndi deyir ki, rəfdə ən azı neçə kimya kitabı var? Rəfdə neçə kimya kitabı var deyir bizə. Nə edirəm? Baxın, çoxu gedir x-a 1 verir. Burada çoxu gedir x-a 1 verir. Məsələn, kimyanı tapır 3, fizikanı tapır 7. Amma yanlışlıq var. Niyə? Kimyaların sayını 40% artırır axı. Düzdür, kimyaların sayını 40% artırır. Elə bir rəqəm verməliyik ki, elə bir rəqəm verməliyik. Onun 40% olsun da. Məsələn, deyirəm ki, sinifdə 30 dənə uşaq var. 30 dənə olan var. Onların sayını 20% artırıram. Düzdür? 30'un 20% tapsın ki, 6 nəfər artır. Bəs mən isə desəm ki, sinifdə 3 nəfər var. 20% artırıram. Bu 20%-i 0.6'da axı. 0.6 deyə oğlan var. O qədər sayı olar mı? Olmaz. Adamlar necə barmağından sayılır bir-bir naturaldır. Kitabların sayı da elədir. Yəni bunun 40% natural olmalıdır. Kitabların sayı, məsələn, kimya kitablarının sayı 3x-dir, düzdür? 3x-dir. Bunun 40%, yəni %40'ı natural olmalıdır. Gəlin görə x-ə nə verməliyik? Sizə bunun yaxşı bir yolunu deyəcəm. 100 ilə 40'ı aparam 5'in 2'yə. Qalır belə bir şey. Bu 5'i aparmaq lazımdır uşaqlar. O 5 kəsir yaradır. Mən deyirəm ki, tam olsun, kəsir olmasın. Onda x-ə nə verim ki, o kəsir getsin? X-ə elə 5 verim. X-ə 5 verim ki, bunlar getsin, tam cavab 6 gəlsin, kəsir getsin. Onda belə çıxır ki, x 5 olmalıdır. Ən az. X 5 olsa, kimyalar 3 vur 5, 15. Fizikalar 7 vur 5, 35 olacaq. 35 dənə fizika, 15 dənə kimya olmalıdır. Ən az 7 dənə kimya var, 15 dənə var. Gördünüz mü? Yəni x-a 5 verməliyəm. Hardan biləm o 5'i? Görürəm ki, burada məxrəzdə 5 qalır. Onu itirmək üçün x-a 5 deyirəm. İstəsiz əlindən 1-1 verə bilərsiniz. Məsələn, x1 verdim, alınmadı. x2 verdim, alınmadı. 3 verdim, alınmadı. 4 verdim, alınmadı. 5 verdim, onda alındı. Bəlkə 20 də alınacaqdı. Sayı kimi düşünməmək üçün bax bu yazdığım yolla birbaşa tapmaq olur. 85 əslində 81-dir sınaqda. Yəni məndə yenə deyirəm, burada bir sürüşmə var ona görə. Bu 81-ci sual. Birinci boru 2 saata, üçüncü boru 3 saata doldurur. Üçüncüsü 6 saata boşaldır. İndi baxın, birinci boru 2 saata doldurursa 1 saata 2də 1'ini tərsini doldurur. İkinci boru 3də 1'ini doldurur tərsini. Üçüncü 6 saata boşaldır deyə çıxır o. Suyu doldurmur, çıxır. Yəni 6da 1'ini çıxır. Bunlar 1 saatlıq şeydir. Əgər sizə neçə saata dolacaq deyirsə, bərabər eləyirsiniz bunu x-da 1'ə. Bu x bizim neçə saata dolacaq onun cavabıdır. Bunları ortağa gətirirəm, 6 da ortaq məxrəc. Birinci 3'ə vurulur. İkinci 2'yə. Üçüncü eşniyə vurulmur. Bərabər x-da 1. İndi 3 ilə 2'ni topla 5, 1 çıx 4. Yəni belə olur. 6'da 4 bərabər x-da 1'ə. Çarpaz vursam 4 vur x bərabər 6. X də bərabər 1,5. Yəni 6'nı 4'ə vursaq. Cavab 1,5 saatdır. Cavabı dəqiqə ilə istəmiş olsaydı 1,5'i 60'a vurardı. Çünki 1 saat 60 dəqiqədə 90 dəqiqə eləyərdi. Amma heç istəməyibdi yəni. 1,5 saatla qalır. Belə. Bütün suallarına baxdıq. PDF-i yenildirəm. Əldə eləmək istəsəniz Telegram və ya Instagramdan Eylər Akademiya yazıb tapa bilərsiniz. Belə hər hansı bir yerdə yanlışlıq və gözümdən qaçan bir şey varsa yorumlarda yaza bilərsiniz. Bu qədər. Sağ olun. Samimiyət qalın.